Əziz izləyicilər, bugün yeni bir RF sualına baxacağız sizinlə birlikdə. Demək, məsələnin şərtindən deyilir. Eyni müstəvidə yerləşən bir-birinə perpendikulyar trayektoriyalar üzrə rüsxəti bərabər sürətlə hərəkət edən iki cismin sürətləri V1 40 metr bölü saniyə, V2 bərabərdir 30 metr bölü saniyədir. İkinci cisim trayektoriyaların kesişmə nöqtəsində olduğu anda onlar arasındakı məsafə L bərabərdir 300 metrdir. Onların bir-birinə ən yaxın olduğu məsafə nə qədər olar? Şəklə diqqətlə nəzər yetirsək, görərik ki, V1 üfüqi xətt boyunca gedir, yəni X oxu boyunca gedir. Ona görə də mən onun tənliyini demək X T olarak yazacağım ve onu V1 vur T yazacağım. V1 de yerine koysak tabii ki 40 vur T yazacağım. Diğer taraftan V2 gördüğümüz gibi Y boyunca hareket edir, yukarı kalkır. Onda ben onu Y T olarak yazacağım ve o da beraber sürekli hareket ettiğine göre onu V2 T yazacağım. O da 30 T olacaktır. İndi isə gəlin onların hərəkət deməli etməsini təsvir edək. Tutaq ki V1 bu istiqamət üzrə demək gəlir. Bunu göstərdik. Və deməli buradan da V2 hərəkətə başlayacaqdır və hündürlüyə qalxacaqdır. Demək bu da V2. Başlanğıcda biz bilirik ki, onlar arasındakı məsafə 300 metrdir. 300 metrdir başlanğıcda bu məsafə. Lakin müəyyən bir T zaman keçir və V1 cismi 40 T qədər məsafə qət edir. Tutaq ki, gəlir bura qədər. 40 T məsafə qət edir, gəlir bura qədər. Və geridə qalan bu məsafə isə əlbəttə ki, 300 metrdən 40 T-ni çıxaraq tapılacaqdır. Deməli, burayı isə yazacağım 300 çıxılsın 40 T. Digər tərəfdən V2 müəyyən bir belə deyək, hündürlüyə qalxır. Həmin məsafədə müəyyən bir T zaman ərzində olacaq 30 T. Ve biz bilirik ki, mən bu iki cisim arasındakı ən qısa məsafəni tapsam, bu məsafəni tapmış olacağım. Bu məsafə mənim onlar arasındakı ən yaxın olduğu məsafə olacaqdır. Həmin məsafəni biz necə taparıq? Gəlin ona baxaq. Gördüyümüz kimi burada artıq düzbucaqlı üçbucaq deməli yaranır. Mən bu düzbucaqlı üçbucağın hipotenuzu üçün ən qısa məsafəni, yəni ən kiçik qiyməti tapmalıyam. Elə isə mən həmin deməli hipotenuzu tapmaq üçün ona bir D deyəcəm. D məsafəsinin deməli kvadratı bərabər olacaq 300 çıxılsın 40 T-nin kvadratı üstə gəlinsin 30 T-nin kvadratı. Və biz bilirik ki, bir deməli dəyişənin ən kiçik qiymətini tapmaq istəyirəmsə, mən onun törəməsini sıfıra bərabər etməliyəm. Ona görə də mən bu törəməni tapıram bu ifadəni və onu demək sıfıra bərabərləşdirirəm. İlk öncə gəlin bu tənliyi daha sadə formaya salaq. Deməli bu şəkildə yazıram. Demək çıxılsın 300'ü 40'a vururam, demək 12.000, 12.000'də 2'ye vururam 24.000 T. Üstə gəlinsin 1600 T kvadratı, üstə gəlinsin 900 T kvadratı bərabərdir. Demək 90.000 üstə gəlinsin 2500 T kvadratı çıxılsın 24.000 T. Bu tənliyi biraz da daha səliqəli formada yazsaq 2500 T kvadratı çıxılsın 24.000 T, üstə gələk 90.000. Gəlin buradan biz əlavə sıfırlarımızı ataq və tənliyimizi 5'ə bölə bilərik. 8T üstə gəlinsin 180. Artıq biz D kvadratını tapdıq. Aldığımız bu ifadənin törəməsini alaraq sıfıra bərabərləşdirək. Deməli 5T kvadratı çıxılsın 48T üstə gələk 180. Törəməsini tapırıq. Olacaq 10T çıxılsın 48. Törəməni sıfıra bərabərləşdirərək biz minimal qiyməti tapırıq. Yəni bu T zamanını tapacağıq buradan. 10T-ni 48'e bərabərləşdirərək T-ni 4,8 saniyə tapıram. Artıq T-ni tapandan sonra həmin məsafəni tapmaq əlbəttə ki, daha asan olacaqdır. Artıq mən həmin məsafəni tapmaq üçün gətirib T-ni bu birinci yazdığımız, baxın bax burada yerinə qoyaraq mən D məsafəsini tapa bilərəm. Deməli gətirək həmin tənlikdə yerinə qoysaq, buradan isə birinci mərtəsində qoyduq yerinə, deməli T-ni 4,8 olaraq yazsaq, burada 108'in kvadratı üstə gəlsin 144'ün kvadratı alırıq. O isə deməli 180'in kvadratı edir. Deməli bizim məsafəmiz nə olacaq? 180 metr. Deməli düzgün cavabımız 180 metr olacaqdır. Yəni onlar bir-birinə ən yaxın olduğu məsafə, tapdığımız bu məsafə 180 metr olacaqdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümidvarım faydalı olar.